Salam dəyərli müştərilərimiz, Qəsəbə Binə Safxoz ərazisində məsciddən sonra Neon Marketdən sola əsas yoldan evə qədər 100 metr məktəbə, bağçaya yaxın bir ərazidə 2 mərtəbə plus yuxarıda geniş bir mansarla 3 mərtəbə də deyilə bilər. Qazı, işığı, dövlət suyuna qədər hazır. Orta təmirli evimiz var. Evimizin bəzi tamamlanma işləri qalır, bölgü işləri qalır. Olduğu vəziyyətdə çıxıb satışa, kimin zövqü necə istəsə gəlib elə dizayn eləyə bilər. Keçək evimizin daxili ilə tanış olaq. Nəzərinizə çatdırım ki, evimiz 12-nin 12-yədir, çöldən çölə. Həyətyanı sahəsi yoxdur. Belə balaca bir normal qaraj hissəsi var. Buranı həyət kimi də istifadə eləmək olar. Daxil olarkən burada belə bir otağımız, studiya, mətbəx kimi də istifadə oluna bilər. Bu birbaşa yola baxır, obyekt kimi də istifadə oluna bilər. Hal-hazırda yiyəsindən 800 manata arendaya istəyirlər buranı, yiyəsi vermir. Keçdik içəriyə. Burada belə bir studiya, mətbəximiz, sanitar qovşağımız, bütün xəttlər çəkilib, tamamlanma işləri qalır. Keçək ikinci mərtəbəyə. İkinci mərtəbədə də belə bir otaq. Buradan bir balkon hissəmiz. İkinci mərtəbədə belə bir balkon hissəmiz bir daha var. Bura plastik pəncərə nəzərdə tutulub. Cam balkon kimi nəzərdə tutulub. Və gördüyünüz kimi 3-cü mərtəbə geniş bir mansar. Burada bölgü işləri aparıb 2 otaq çıxartmaq mümkündür. Yenə də qeyd edirəm, evimiz Qəsəbə Binə Safxoz ərazisində yerləşir. Yola, məktəbə, bağçaya yaxın bir ərazi. Qazı, işığı, dövlət suyuna qədər, sayğaclarına qədər var. Evimizin ilkin satış qiymətini qeyd edəcəm. Real alıcı ilə danışmaq mümkündür.